Güya ki qanunla işləyirlər bunlar. Niyə 100 manat alıb aylığa boşlayırlar evə? Əgər qanunla işləyirsənsə, ay Kamil həkim, niyə bax dərmanlar hamısı zadda satılır, apteklərdə satılır, xəstəyə gələn dərmanlar. Xəstəyə gələn dərmanlar rayonun apteklərində satılır. Bir dənə şəkər dərmanı verilir və aylığı 100 manata evə buraxırlar. Bunları iddia edən Ağdam rayon 4 yol bir qəsəbə sakini İbayev Səxavət səhiyyənin yaratma siyasətindən şikayətçidir. Media TV Azmedia qrupu şikayətçi vətəndaşı təqdim edir. Qarşı tərəfi dinləməyə hazırıq. Ağdam rayon 4 yol bir qəsəbə sakini İbayev Səxavət. Mənim şikayətim 4 yol bir qəsəbəsinin baş həkimindəndir. Bir də Ağdam rayon Mərkəzi Xəstəxanasının direktoru Kamil Həsənovdandır. Mən bu günlərim belim möhkəm tutdu. Müraciət elədim ki, həkimin biri gəlsin, mənə bir iğnə vursun. Buranın baş həkimi icazə vermədi. Sonra başçının müavinini yığdım, Xəqani müəllimi. Xəqani müəllim mənim qulağım eşidə zəng elədi Kamil həkimə ki, həkim yolla o adamı müayinə eləsin. Dedi baş üstə. Baş üstə dedi, hələ indiyənə qədər də gəlməyib. Güya ki, qanunla işləyirlər bunlar. Qanunla işləyirlər, həkim qırağa çıxa bilməz. Əgər qanunla işləyirlərsə, niyə 100 manat alıb aylığa boşlayırlar evə? Əgər qanunla işləyirsənsə, ay Kamil həkim, niyə bax dərmanlar hamısı zadda satılır, apteklərdə satılır, xəstəyə gələn dərmanlar, bir dənə şəkər dərmanı paylanır. Hamısı apteklərdə satılır. Belə Allahsızlıq olar. Özümüzə düşmən kəsilmişik. Özdə deyirlər ki, Kamil həkim təbimin sədrinin tələbə yoldaşıdır. Gözümüzün ikisi də aydın. Gəlsin, çıxsın belimizə, belimizdə gəzdirək. Onsuz da qohumluq zadıdır da burada. Hamısı bir-birinə qohumlaşıb. Hamısı bir-birinə yaxınlaşıb. Kamil həkimin elədikləri burada cinayətlərin üstün Ağdamın prokuroru bastırır. Ağdamın icra başçısı gözü görə ona daydaylıq edir. Cənab Prezident, bu Ağdamı siz kimə tapşırmısınız? Biz yersiz qalmışıq. Bir adama tapşırın, gəlsin otursun Ağdamın başında və bu millət yazıqdır, bu millət qırılır. Bu nə idarəçilikdir, bunlar eləyir bu Ağdamda. Sizdən xahiş edirəm, məni qəbul eləyəsiniz. Mən gələm buradan nə ki məmurlardan cinayət işləri var, hamısını sizə deyəm. Kamil həkim dağıdır buranı. 100 manatdan alıb aylığa boşlayırlar işçiləri. Həkimin də qırağa çıxıb bir dənə iğnə vurması olmaz. Belə şey olar mı? Düşmənik biz. Bir dənə iğnə vura məni ayağa qaldıra bilməzdik. Sizdən xahiş edirəm, cənab prezident, mənim bu müraciətimi şəxsən nəzarətinizə götürəsiniz. Məni qəbul edəsiniz. Belə şey olmaz da, yaşaya bilmirik Ağdamda. Da bezmişik. Canımız xitəkdədir.